37. Mikail bir dedi. 37. 37. 37'ye kadar neyimiz var? Ben 33 səhv yazmışım. 33. 33. Necə Sağ yazmışsan olasın. Nərgiz? Necə yazmışsan de görüm. Yəni informatika sözündə 11 hərf var. Aha. 11-i də 16 olaraq götürmüşəm də, yəni 16 yazmışdım. Burada Aha. De. 12 çıxıb amma cavabda. Orası niyəsini anlamadım. 12 çıxmağın bilmirəm. İndi baxacağıq. Sən simvolların sayı səhv götürmüsən Nərgiz. Sən burada 2 dənə ayin var. Sən bunu sən bunu 10 üzərindən götürməliydin, amma yenə eyni şeyə gəlir çıxır. Sən müxtəlif simvolların sayı burada 10-a bərabərdir. Ola bilsin ki, informatika sözündə 11 simvol var. Amma sənin müxtəlif simvolun 10-dur. 10 üzərindən getməlisən, amma eyni şeyə gəlir çıxır. Yəni sənin burada bir simvolun informasiya miqdarı nədir? 4 bitdir. 10 da olsa, 11 də olsa. 4 bitdi. Bizə nə deyir? İfadəsini kodlaşdıra biləcək ən minimal əlifbada maksimum neçə simvol ola bilər? Yəni 16 simvol ola bilər. 16 simvol. Cavab B idi, səhv hatırlamıramsa. 12 idi, ona görə mən. Yox, 12 deyil. 12 deyil. Cavab səhvdir. O zaman 37. İnformatika ifadəsini, informatika dedik, informatikada 10 dənə müxtəlif simvol var. Onu da 2 üzərindən götürəndə bərabər edirik 16-ya. Yəni burada maksimum neçə simvol ola bilər? Kodlaşa biləcəyi əlifbada 16 dənə maksimum 16 dənə simvol ola bilər. Bu belədir. Bu belə. Gəldik nəyə? 37. 37. 37-yi Mikail də dedi deyəsən. Bəli. Məndə də var. De görüm. De görüm. Baxaq. Mikail de görüm. Deməli, burada deyir ki, mətnli informasiya Unicode standartından 128 simvollu minimal əlifba standartına keçirilən zaman informasiya həcmi 180 bit azaldığını bilərək 64 simvollu minimal əlifbada kodlaşdırılarsa informasiya həcmi nə tapılır olar? Deməli, ilkin həcmi tapsaq, indi mən burada bitlə hesablayıram deyə Unicode-da 16 dəfə x yazıram, yəni simvol sayı 16 dəfə x bərabərdir. 128 simvollu olanda 7 dəfə x olur. Deyir ki, 16x bərabərdir 7x plus 180. Buradan da x-i tapıram. X 20 eləyir. Yəni burada 20 dənə simvol vardır. 20 simvolu 64 simvollu, yəni 2 üstü 6-dır. Yəni 20-ni vuruq 6-ya, 120 bit eləyir. 120-ni də bölürük 8-ə 15 eləyir. Amma cavabda heç 15 yoxdur. Sənin simvolların sayı 20-dir. Düzdür, 16 x-dən çıxırsan 7x-in sənə qalır nə? 180. Simvolların sayı 20-dir. 64 simvolu minimal əlifbada kodlaşdırırsan, burasısan 6-ya və bu da eləcək 120 bit. 120-ni 8-ə bölsən sənə nə verir? 15. 15. Neçə byte olar? Məsələyə bir də bax, Unicode standartından 128 simvollu
Minimal əlifba standartına keçirilən zaman 128 simvollu 7 bit. 180 bit azaldı. İkisi arasındakı fərq 180 bitdi. Bitinə getdin. 6-ya vurdun. Hə, 15. 15'dir. Hə, düzdür. Yaxşı. Başqa? Məndə bir də axırıncı sual qaldı. Məncə də axırıncı var. Hı -hı. Orada da cavab Nərgiz, almış. Nərgiz səndə? Yoxdur o qədər. Yaxşı. Baxaq axırıncı suala. Yaxşı. Demək, 32 simvollu minimal əlifbada kodlaşdırılmış məlumat 1024 simvollu minimal əlifbaya çevrildikdən sonra yarısı silinmişdir. Ondan sonra məlumatın həcmi 25 bayt olarsa. Yarısı silinməmişdən qabaq 50 bayt idi. 1024 simvollu əlifbada da 10 bitə vurmusan. İkisi vurmusan 10 bitə. Almısan nə? 50 vurulsun 8. 50 vurulsun 8 almısan. Bu sənə nə verir? 40. Sənə verir 40. Hı -hı. 32 simvol mini kodlaşdığında məlumat 1024 simvol mini əlifbaya çevrildikdən sonra 1024 simvolu əlifbada simvolların sayı 40-a bərabərdir. 5-i də 40-a vursan, neçə eləyər? 32 simvollu əlifbada da sənin i-in nədir? 5-dir. Bu da sənə verir nə? 200. Elə? 200 nə ilə verir hətta? 200 bit ilə verir. 200-ü də 8-ə. Niyə düz gəlmir? Otuz iki simvolu minimal əlifbada kodlaşdırılmış məlumat 1024 simvolu minimal əlifbaya çevrildikdən sonra yarısı silinib. Ondan sonra məlumatın həcmi 25 bayt olarsa, yarısı silinməmişdən qabaq 50 bayt idi. Qeyd eləmişik. Yəni 1024 simvollu əlifbada 50 bayt idi də. 10 bitə vurduq, 50 vurulsun 8. Simvolların sayı 40-a bərabərdir. Bir əlifbadan da digər əlifbaya keçəndə simvolların sayı dəyişmir. Dəyişmir. 5-i də vurdu 200 bit. 200 bit. Bu şəkildə. Siz nə almışdınız? Mən də o cavab olmuşdu. 200 bit. Hə, ola bilsin. Hə, ola bilsin səhvdir. Başqa elə bir şey demir. Bir şey demir. Yaxşı, buradan bu qədər. Bəli. Nərgiz, bu 62-yi necə eləyərik? Maraqlı gəldi mənə. Deyir ki, 256 simvolu minimal əlifbada kodlaşdırılmış məlumat Unicode əlifbasına çevrildikdən sonra yarısı silinmiş. 256 simvolda götürürük biz 8 bit olaraq götürürük. 8 biti də onun məlumatın nə qədər olduğunu bilmədiyimiz üçün 8x götürürük. Unicode
əlifbasına çevriləndə o olur 16 bit. 16x olur. Çevrildikdən sonra yarısı silinir, yenə 8x olur. Sonra 60% arxivləşdirilib, 60% arxivləşdirilibsə 40% qalıbdı. 8x-in 40%-ni tapırıq. O eləyir. Demək, eləyir. 2-yə böləndə 2 burada qalır, 5 burada qalır. 3,2 eləməz. 3,2 eləməz. Necə? 3,2. Hə, Aha. 3,2. Aha. 3,2x qalır. Deyir ki, bundan sonra məlumatın həcmi 40 bayt olarsa, 3,2 2 bit 40 baytdır. 40 bayt bıraq 8, 3,2x eləyir. Buradan x hesablamaq lazımdır. X bərabərdir 40 bıraq 8 bölü 3,2. O da eləyir 100. Bəli. 8 dənə 4-ün 32 eləyir. 32 burada sənin 1 sıfırın oradan, 1 sıfırın buradan. 100. Bəli, Nərgiz, bəli. Filiz, bu 60-ı necə eləyərik? Ee, 60'da deyir ki, üstə biri silinmişlə 70% arxivləşmiş və Unicode sistemindən ASCII sisteminə çevrildikdən sonra məlumatın informasiya həcmi 30 bayt olmuşdursa, onun ilk informasiya həcmi neçə bayt olmuşdur? Deməli, birinci həcmim H götürdüm. Bu üstə bir silinibdir, yəni üstə bir gedibdir, qalıb üstə 2, yəni həcmin üstə 2 hissəsi. Sonra 70% arxivləşibdi. 70% arxivləşibsə 30% qalıbdı. Yəni üstə 2 vurulsun həcm, onu da vurdum 30%-ə, yəni 10-da 3-ə. Sonra Unicode sistemindən ASCII sisteminə çevrildikdən sonra Unicode'dan da ASCII-yə keçəndə elə bir azalır da 2 dəfə. Onu da vurdum 2-də 1-ə. Sonra deyir ki, bunlardan sonra həcm 30 bayt olubdu. Bərabərdir 30-a. Buradan da qalır h bərabərdir, yəni həcm bərabərdir 300-ə. 300 bayt. D variantı. Başa düşdüm. Yaşa. Mikael, 57-yə də baxaq. Deməli, şagird Unicode-dan mətn yazır. Sonra bir sözü silir. Söz silinərkən lazım olmayan boşluq və vergüllər birgə silinir. Əgər silindikdən sonra məlumatın informasiya həcmi 16 bayt azalarsa, şagird hansı sözü silmiş olur? Əgər Unicode-da yazıbsa, 16 bayt silinibsə, deməli burada 8 simvol silinir. Biz baxmalıyıq ki, hansı sözü silsək, 8 simvol silinər. Məsələn, A variantında ilana baxsaq, ilan özü 4 hərfdir, silinsə maksimum vergül silinər. O da olar 6, yəni 8-ə gəlmə ehtimalı yoxdur. Timsaha baxsaq, timsah özü 6 hərfdir. Deməli, burada vergülü silirik, olur 7. Bir də əlavə olaraq oradakı boşluğu da silərik, olur 8. Yəni, elə timsah imiş olan sözümüz. Yəni, digərlərini də yoxlayanda, məsələn, kərtənkəl çox uzundur, 8-i keçirir. Məsələn, sinifənin özü 8-dir, amma yəni sağda sonunda boşluqlar var deyə 10 olur. Yəni, belə gedir də. Sənə 6 hərfli söz lazımdır da. Bəli, 6 hərf. Hə.
Nərgiz 56. Deyir ki, mətn 128 müxtəlif simvoldan ibarətdir. Bu mətn Unicode əlifba standartı ilə yazılmışdır. Deyir ki, əgər bu mətni yazmaq üçün ən minimal əlifba tərtib olunsaydı, onun informasiya həcmi neçə bayt azalmış olardı. İndi burada deyir ki, Unicode-da 16x deyənə bit olaraq götürsək. Sonra deyir ki, 128 müxtəlif simvol var. Burada da 7x olmuş olur. Yəni müxtəlif simvollar sayı minimal olaraq götürsək 128 olmuş oldu. 7 olmuş oldu, 7x olmuş oldu. Demək buradakı fərq 9-dur. Sonra burada 9 dəqiqəm orada necə yazmışdım. Nəysə. Demək burada necə yazdığımı unuttum. Nərgiz 128 simvolu Unicode-da hesabla. 128 simvol elə bir Unicode-da olmuş olur. 256. 256 bayt. 256 olanda, 256 bayt olanda. İndi ən Minimal- minimal əlifbada hesabla. Burada minimal əlifbada olanda da yəni elə 128 olmuş oldu. Hı. Hə. Yəni Mən bu səfə fərqli yazmışdım. Mən. tamam da başa düşdüm. Yəni Belə deyək də 128 simvolu 128 simvolu 128 simvollu əlifbada hesabla. Yəni nə? 128 vurulsun 7 bit. Hə. Olar elə. Hə, olar, elə olar. Ha, indi bunu da O da bayta eləyir. çevir. Hə, bu eləyir 896. 896 eləyir. 256 olanda da Nərgiz 128-dən birbaşa bayta keç. 2 üstü 7-ni böl 2 üstü 3-ə. 128 bit olanda 2 üstü 4 eləyir. O da 16 eləyir. 16 vurulsun 7. Hə. Bu sənə nə verir? 16 vurulsun 7. 16 vuraq 7 eləyir. Demək 2 4 yadda 100 112. 112. 112 eləyir. 112. İndi fərqi denən mənə. Demək 256-dan da 112-sini çıxacam. O da eləyir 144. Bəli. Bu şəkil. Mən təxminən- həllində yazmışam ki, 2048 çıxaq 896 bərabərdir 1152. Onu da bölmüşəm 8-ə almışam 144. Ola. Sən yadıma düşmür ki, mən onu hansı məntiqlə düşünmüşəm. Bitlə getmirsən, o məntiqlə düşünmürsən, heç nə. Bitlə gedib axırda bayta çevirmirsən. Məntiqi odur. Yaxşı. Filiz, bu 54-ü necə eləyərik? Ə, 54-də deyir ki, ifadəsinin 24 simvolla minimal əlifbada kodlaşdırıldığını bilərək ən böyük həcmli sözün informasiya həcmi ilə ən kiçik həcmli sözün informasiya həcmi arasındakı fərq neçə baytdır? Deməli, 24 simvolu minimal əlifba ilə kodlaşdırılıb. Bu da 2 üstü 10-dur. Yəni bir simvolun minimal həcmi 10 bitdir. Bəli. Ən böyük həcmli söz. Ən böyük həcmli söz vektorizatorlardır sözüdür. Bu da
18 simvol saymışım. Yəni 18 simvoldur. Hı -hı. Və 18 bir simvolun informasiya həcmi 10 bitsə, 18 vurdum ona 180. Bu Bəli. həcmi 180 bit oldu. O Hı birisi -hı. də ən kiçik həcmli sözdə və sözdür. Və-ni də 2 hərflidir. Yəni 2 vurulsun 10, 20. Bunun həcmi 20-dir. Yəni 180 çıxılsın 20. Aralarında fərq 160 bitdir. Bizə Bəli. də byte-la soruşur 8-ə bölürük. 160 8-ə bölündə 20 byte. B variantı. Bəli. Başa düşdüm. Təkrar sual vardı. Mikail, 50 necə eləyərik? Ə, 50-ci sualda bizə deyir ki, verilmiş mətnin 32 simvolu minimal əlifbada kodlaşdırılaraq 45 bitlə kodlaşdırılan sözü müəyyən edin. 32 simvollu əlifbadsa burada i5-dir. İndi 45 bitlə kodlaşdırılıbsa 45-i 5-ə bölündə 9 edir. Yəni burada 9 simvol vardır. Yəni 9 hərf olan bir söz seçməliyik. Bu da keyfiyyət. Bəli. Nərgiz 48 necə eləyərik? Öğretmen sualda deyir ki, sinifdə hər bir şagird üçün şəxsi iş jurnalı tərtib edilmişdir. Hər jurnalda 2 kilobayt həcmində qrafik informasiya, yəni uşaqların sayını bilmirik, ona görə 2x kilobayt götürürük. Və 8192 simvoldan ibarət mətn informasiyası var. 8142-də 213-də mətn informasyası var və jurnal 4096 simvolu minimal əlifba standartla qurdlaşdırılmışdır. Yəni burada informasiya həcmi şeydir, 12-dir. 12 bitdi. 12 bit 2-dir. Evet, 8192 2 üstü 13'ü vururam. 12x-ə. Bunda kilobayta keçmişəm. 2 üstü 13-ə bölmüşəm. O da elə belə 12 x kilobayt. Burada da deyildi ki, 2 kilobayt həcmində qrafik informasiya var. O da 2x-dir. 2x-dən 12x toplamışam. Deyir ki, bütün məlumatlar qovluqla yüklənəndən ümumi həcm 140 kilobayt olubdur. Demək, 2 kilobaytdan 12x kilobayt, 14x kilobayt bərabərdir 140 kilobayta. Buradan x-i tapıram ki, 10 kilobaytdır. Deyir ki, sinifdə neçə şagirdin olduğunu müəyyən edin. Burada da 10 kilobayt olmur, burada 10 şagird olur. Sən orada, bəli, vurduğun o x şagirdlərin sayı idi. Sən həcmlə bağlı problemin yox burada. Bəli. Sən orada həcmlə bağlı problemin olmayıb. Düzdür. İşləmişsiniz də, vallah, nə deyim.
Filiz 38'ə də bax. Yedi bin altı yüz səksən simvoldan ibarət olan mətnin informasiya həcmi 7,5 kilobayt olduğu məlumdursa, onun əlifbasının gücünü müəyyən edin. Deməli, burada əlifbanın gücü deyirsə, bitlə gedərik. Ona görə də 7,5 kilobaytı bölüdüm birinci bitə. Bizdən elə birinci bir simvolun olan həcmini tapırıq. Tutduğu həcmi tapırıq. Məsələn, onu x-ilə işarə eləyirik. Sonra 2 üstü x-dən hesablayacağıq. Onu 7680 vurulsun x bərabərdir. 7,5 vurulsun. Kilobaytda bitə çevirəndə 2 üstü 13. Filiz, bu X də vəziyyətdə 7680-i yoxla. %90 1024-də bölünməlidir. Yəqin ki, bölünərdir. Mən bir bölmüşəm. İxtisar yapalım. Tam başa üçün necə istəyirsən elə, problem yoxdur. Mən sadəcə təşrif elədim. De, problem yoxdur. Necə istəyirsən de. Elə 1,5'e deyim də hesabladığımı. De. 8 elədi. X 8 elədi. Onda əlifbasının gücü də 2 üstü 8. 256. Onda belə çıxır ki, 7680-i sən vurmusan 8 bitə, onu da çevirmişsən kilobayta 7,5 olmuşsan. Elə? Bəli. Başa düşdüm. Əlifbanın gücün istəyirsə bizdən, nədir cavabımız? 8 256. 256. Bəli. Çarpı 47-yi necə eləyərik? Üstünlükdə olan şagirdlər haqqında informasiyanın ümumi həcmi 10 megabaytdır. Hər şagird haqqında informasiya 256 səhifədən ibarətdir və hər səhifədə 32 sətir olmaqla hər sətirdə 28 simvoldan ibarətdir. Bu sənəd Unicode əlifbası standartında kodlaşdırılmışdır. Sinif isə şagird olduğunu müəyyən edin. Deməli, birinin həcmini tapmalıyam. Sonra da 10 megabayta bölməliyəm. 256 səhifədə 2 üstü 8 dəfə, 32 sətirdə 2 üstü 5 dəfə, 128 simvoldursa 2 üstü 7. Bir də Unicode olduğu üçün əlavə olaraq 2-yə vururam. Megabayta keçirəmsə, megabaytdan bayta keçəndə 220-yə. Yəni, baytdan megabayta keçirəmsə deyil, 220-yə böləcəm. Yəni, bunları hesablayanda 221 edir. 220-yə də bölənə qalır 2. Yəni, birində 2 megabayt yer tutur. Onda 10 megabaytdırsa 5 şagird vardır da. Bəli. Hərciz 31 necə eləyərik? Birdə deyir ki, əlif fərqi simvoldan ibarət mətn ən minimal əlifbada kodlaşdırılırsa, onun informasiya həcmi neçə bit olar? Əlif fərqi simvoldan ibarətdir. 50-də
Demək şeydir. 200'dü 60'dır. 200'dü 8 olmuş olur. Yox, 200'dü 6. Hı? 200'dü 6. Gəldim 6'ya vursam 300 eləyir. Bəli. Filiz 29'u necə eləyərik? 256 simvol olan informasiyanın həcmi 192 baytdır. Bu sistemdə hər simvolu kodlaşdırmaq üçün ən az neçə bit lazımdır? 256 vurulsun. Yenə neçə müxtəlif simvol deyilsə vurdum x-ə. 256 vurulsun x bərabərdir 192 baytı da biri çevirəndə 192 vurulsun 8. Buradan da x cəmləşdirdik, x 6 olur. X 6 da C variantı. Ofisa. Və sənə desəydi ki, maksimum neçə simvol kodlaşdırmaq olar? 206, 64. Bəli. Bəli.